Bugün Azərbaycanda polislərin peşə bayramıdır. Ölkə polisinin 108-ci il dönümü hökumət yönümlü medianın qürur dolu təbriki ilə yanaşı son dönəmlər media və sosial şəbəkələrdə geniş yer alan polis zorakılığını da gündəmə gətirir. Bugünün polis günü kimi qeyd edilməsi Azərbaycanın ilk prezidenti Əbülfəz Elçibəyin 6 iyunu 1992-ci il tarixli fərmanına söykənir. Daha sonra bu qərar 1998-də keçmiş prezident Heydər Əliyevin fərmanı ilə iyulun 2-sinə keçirilib. Yeganə burada ləyaqətlə özünü aparan Azərbaycan polisi idi. İlham Əliyev tez-tez çıxışlarında polislərə dəstək olduğunu və onların heç bir halda cəzalandırılmayacağını dilə gətirir. Bu dəstək fonunda ölkədə polis zorakılığının həmişə yüksək səviyyədə olduğunu, lakin yalnızca hazırda onun görünürlüyünün artdığını deyən siyasi aktivist Qiyas İbrahim bunu ölkədəki siyasi-ictimai vətəndaş fəallığının zəifləməsi ilə izah edir və polis zorakılığını kompensasiya edən bu siyasi fəallığın yoxluğunu dövlətin özünün manipulyasiya mexanizmlərinin əvəzlədiyini deyir. Siyasi-ictimai aktivliyin mövcudiyyətinin gördüyü digər bir funksiya həm də polis zorakılığının az olduğunu göstərməsi idi. Qəribə səsləndirdə mənə görə. Amma indi dövlət özü polisin müəyyən PR-ını aparmaqla sosial şəbəkələrdə sən hansısa baş verir, polislə bağlı bir zorakılıq hadisəsi baş verir, sosial şəbəkələrdə yayılır. Səhəri gün polislə bağlı onun vəzifəsinə aid olmayan bir məsələdə onun hər hansı bir humanist davranışı sərgilənir. Məsələn üçün, Bakı şəhərinin su basması hadisəsində görə bildik, polis orada vətəndaşlara selofan torbalar paylayır, kömək edir onun göl məsələlərə düşməməyə falan. Yazın. Bugün bir səhvimi anladım. Oğurluq etmək yaxşı iş deyil. Polislər haqqında yaradılan müsbət imic sadəcə onların foto və sosial mediada sərgilənən xeyirxah əməlləri ilə yekunlaşmır. Eyni zamanda film və seriallar da burada böyük əhəmiyyətə malikdir. Bu, akademik nəzəriyyədə kopaganda adlanır. Kopaganda propagandanın bir növü olub, polis əməkdaşlarını qəhrəman, ədalətin müdafiəçisi və cəmiyyəti cinayətdən qoruyan əsas qüvvə kimi təqdim edən media təsvirlərini ifadə edir. Kinoşünas Toğrul Abbasov bu tendensiyanın yaxın qonşu Türkiyə və uzaq Amerikada mövcud olduğunu desə də, son dönəmlərdə Azərbaycanda yayımlanan və böyük kütlə toplayan Əqrəb mövsümü, Tilov, mikrorayon və bölmə kimi seriallarda özünə məxsus bir ssenari xəttinin olduğuna diqqət çəkir. Bir də demək olar ki, mənfi polis, yaxşı deyək ki, müsbət polis obrazı. Bir də mənfi polis obrazı olmasa, kriminal aləmin içinə ulaşan da polis ola bilər. Biz dünya kinosunda görürük. Polis həm də o kriminal aləmin içinə bulaşır, hansısa, yəni bunun özündən bir ziddiyyət yaranır. Filmin ana motivlərindən birinə çevrilir. Kim kriminaldır, kim polisdir ya da kim qanunu pozandır, kim qanunun qoruyucusudur və s. bir-birinə qarşı. Yəni bu konfliktin özündən bir film çıxır, serial çıxır və s. Yəni bu sorğulanır da. Amma Azərbaycanda seriallarda bu tendensiyada elə bir şey də yox. Yəni polis daima müsbət. Bəs burada məqsəd nədir? Amerikanın Yale Universitetində aparılan araşdırmalara görə bu cür polis seriallarına baxmaq Amerikada tamaşaçıların hüquq mühafizə orqanlarına daha müsbət münasibət göstərməsi ilə əlaqələndirilir. Lakin Azərbaycanda yaradılan bu obraz mütəmadi şəkildə sosial mediada qarşımıza çıxan zorakılıq fonunda nə dərəcədə effektivdir? Siyasi psixoloq Samirə Qasımlı polis strukturunu avtoritar ölkələrdə hakimiyyətin vuran əli adlandırır və onun haqqında müsbət imicinin yaradılması effektini faydasız hesab edir. Azərbaycan kimi cəmiyyətlərdə insanlar görürlər ki, bu cür polisin zoraki hərəkətləri çox yəni heç bir cəza almadan sadəcə ötüb keçir. Amma bir şey mütləq qeyd etmək lazımdır ki, adi həyatda çox insani davranış göstərən polislər çoxdur. Yəni polisin insani davranışları ilə çox tez-tez qarşılaşırıq. Amma problem ondadır ki, ümumi şəkildə polis zorun simvoluna çevrildiyinə görə bu tək-tük hallar, polisin yaxşı obrazı, yaxşı davranışları belə onun içində itib batır. Yenə də polis toplumun gözündə güvənsiz,
və etibar edilməyəcək qorxu hissi yaradan bir institut kimi qalmaqdadır. Ay camaat, kim ki deyir ki bizim polis bizim vətəndaşımızı döyür, o bizim dövlətimizin xainidir, bizi dövlətimizi sevməyən adamdır. Bizim polis bizim vətəndaşımızı döymür. Bizim polis səni məni qoruyur.